Bizdə el arasında deyilir ki, bir dərman bir yerə xeyirlisə, bir yerə zərərlidir. Bax, biz deyirik ki, ömürlük dərman bu insanlarda təşviş yaradır ki, yəni mən bu dərmandan istifadə edirəm, digər orqanlarım zədələnə bilərmi deyə. Ümumiyyətlə, belə bir hal ola bilərmi, doktor? Necə nəzarətdə saxlayırıq digər orqanları? Əlbəttə ki, hər bir dərmanın kim nə desə də, əlbəttə ki, digər yanaşı, yan təsirləri var və necə deyim onu? Necə ki, siz onu bilirsiniz, həkimlər də onu nəzərə alır əlbəttə ki və əgər vaxtında müayinə olunsanız və zob dərmanın, ömürlük zobun dərmanın dozası önəmlidir. Əgər o doza düzgündürsə, əgər çatışmazlıq dərman şotuna və ya artıqlıq yaranmayıbsa, demək olar ki, o dərmanın çox cüzi fəsadları yarana bilər. Əsas fəsadlarından biri də kalsium-fosfor mübadiləsinin pozulması. Yəni, loru dilində desək, sümükləri əridir, boşalır sümüklər. O da yenə də dediyim kimi, əgər doza düzgün olmasa, o daha çox üzə çıxa bilər. Amma doza düzgündürsə və təbii ki, dediyimiz kimi, həkim də onu bilərək, onu nəzərə alaraq, ildə bir dəfə yanaşı müalicələr yazılır və o prosesin qarşısı alınır.